Hər vaxtınız xeyir olsun. 15-ci əsr Azərbaycan tarixi ilə bağlı ikinci mövzu izahını sizlərə təqdim eləyirəm. Bu mövzudan əvvəl mütləq ki, məsləhət görərdim ki, məhz burada şəklini yerləşdirdiyim, aşağıda da linkini qeyd elədiyim videonu izləyəsiniz ki, hər iki mövzunu ayrı-ayrılıqda izləyərək bütöv şəkildə 15-ci əsr Azərbaycan tarixini daha yaxşı mənimsəyəsiniz. Qeyd elədiyim məsələlər həm müəllimlərə, həm də abituriyentlərə şamil olunur təbii ki də və imtahanda da bu mövzudan sizə suallar düşəcək. Deməli, Qaraqoyunlularda olduğu kimi Ağqoyunluların da Oğuz mənşəli, Türk mənşəli Azərbaycan tayfalarının olduğunu qeyd eləmək mütləqdir ki, onlar əsasən Anadolunun şərqində məskunlaşmışdılar Monqol yürüşlərindən sonra və həmçinin də Dəzlə Fərat çaylarının şimal ərazisində yaşayırdılar. Belə bir dövrdə 14-cü əsrdə Pəhləvan bəy tərəfindən Ağqoyunlu ittifaqının əsası qoyulur ki, onun davamçısı Qara Yuluq Osman bəy isə feodal hakimliyinin əsasını qoyur. Feodal hakimliyinin mərkəzi Diyarbəkir şəhəri olur Türkiyədəki indiki və öz adına pul kəsdirərək nüfuzunu genişləndirir. Rəqibi Qaraqoyunlular və təbii ki də Osmanlı olduğuna görə bu dövrdə Əmir Teymurla müttəfiqlik münasibətlərini gücləndirir. Əmir Teymurun 1402-ci il Ankara döyüşündəki qələbəsindən sonra isə Anadoludakı torpaqların da bir qismini ələ keçirmişdi. Ağqoyunluların, yəni Bayandurluların siyasi nüfuzunun genişlənməsi və qüdrətlərinin artması Həsənin Ağqoyunlu taxtına əyləşməsindən sonra olur. O, qardaşı ilə mübarizədə qalib gələrək 1453-cü ildə Ağqoyunlu bəyliyində taxta əyləşir və beləliklə də Uzun Həsənin bəylik dövrü başlayır. Uzun Həsənin hakimiyyəti Qara Yusif kimi iki hissəyə bölünür. Bəylik dövrü var və hökmdarlıq, yəni padşahlıq dövrü var. Ona görə də bu məsələləri qarışdırmamaq üçün ayrıca öyrənmək lazımdır. Testlərdə də zaten bunlar sizi çaşdırır. Yəni buradan suallar deməli testlərdə tətbiq olunaraq sizləri çaşdırırlar. Ona görə bu məsələyə diqqətlə fikir verin. Uzun Həsən deməli 1453-68-ci illərdə Ağqoyunlu bəyliyində hakimiyyətdə olur. Avropaya çıxış əldə etmək üçün, Avropa ilə ticarət əlaqələrini möhkəmləndirmək üçün, hakimiyyətinin nüfuzunu artırmaq üçün Trabzondan qohumluq münasibətləri qurur və Trabzon vasitəsilə Ağqoyunlular Qaradənizə çıxış əldə edirdilər. Bu vasitə ilə də təbii ki dövlətin iqtisadiyyatı güclənirdi. Lakin 1453-cü ildə Fatih Sultan Mehmedin Konstantinopolu fəth etməsi, sonradan isə Osmanlı ərazisində yeganə xristian mülkü olan Trabzonu ələ keçirmək istəyi Ağqoyunluların Trabzonu müdafiə etməsinə gətirib çıxardır. Ağqoyunlular təbii ki öz müttəfiqlərini itirməmək üçün, Qaradənizə çıxışı imkanlarını əllərində saxlamaq üçün, Avropa ilə ticarət əlaqələrini davam elətdirmək üçün Trabzondan nə edir? Əlaqələrini gücləndirir və Trabzonu qorumağa çalışır. Osmanlı nə etmək istəyirdi? Trabzonu ələ keçirmək istəyirdi. Uzun Həsən bu dövrdə Fatih Sultan Mehmedi qabaqlayır və 1461-ci ildə Qoyluhisar döyüşündə Trabzon fəth olunmasın deyə Osmanlı tərəfindən Osmanlı qoşunlarını məğlubiyyətə uğradır Qoyluhisarda. Bundan sonra Osmanlı ilə mübarizə aparmağın mənası olduğunu başa düşür və anası Saray Xatunu Osmanlı dövlətinə elçi heyətinə rəhbər təyin eləyərək göndərir Fatih Sultan Mehmedin yanına. Saray Xatun ümumilikdə istər Avropa tarixində, istər müsəlman Türk şərqində ilk diplomat qadın kimi tarixə öz adını yazdırmışdı. Saray Xatun Mehmedlə görüşəndə qarşısında iki əsas məqsəd var idi. Bunlardan biri Fatih Sultan Mehmedin Ağqoyunlu ilə müharibə aparmasından onu vaz keçirmək, bir digəri isə Trabzon üzərinə hücum etmək fikrindən daşındırmaq. Düzü Saray Xatun birinci məsələyə nail olur. Yəni ki, Fatih Sultan Mehmed Saray Xatuna söz verir ki, Uzun Həsənlə hər hansısa bir münaqişəyə daxil olmayacaq, amma Trabzonun fəth olunmasını isə qarşısına məqsəd qoyduğunu bildirir və 1461-ci ildə Trabzonu ələ keçirdir Fatih Sultan Mehmed. Bundan sonra Saray Xatun qohumluq münasibətlərini irəli sürərək Trabzon xəzinəsinin yarısına haqq iddia eləyir və Trabzon xəzinəsinin yarısını Həsən üçün gətirir öz oğlunun yanına. Və bundan sonra Osmanlı ilə aralarında müqavilə imzalanır. Bu müqavilə artıq təxminən 10 ildən çox bir müddətdə Osmanlı Ağqoyunlu savaşlarına son qoyur, sülh şəraitində yaşayırlar. 1467-ci ildə isə Həsən bəy Muş döyüşündə Cahan Şahı öldürür, Qaraqoyunlu dövlətinə son qoyur və paytaxtı Təbriz şəhəri olan Azərbaycanın cənubunda Ağqoyunlu, bir digər adı ilə Bayandurlu dövlətin əsasını qoyur. İndi isə Uzun Həsənin artıq padşahlıq dövrü başlayır. Həsən padşah 1468-78-ci illərdə Ağqoyunlu
dövlətini idarə eləmişdi. Hakimiyyətə gələn kimi ilk mübarizəsi köçəri feodallara qarşı olur. Onların müqavimətini qırır, nizami ordu yaradır, odlu silah gətirməyə təşəbbüs göstərir və Səfəvilərin Ərdəbil hakimliyi ilə də qohumluq münasibətləri saxlayır. Belə ki, bu dövrdə 1468-1469-cu illərdə Teymuri Əbu Səidin Azərbaycan torpaqlarına yürüşü zamanı müttəfiqi ilə birlikdə Teymuri Əbu Səidi məğlubiyyətə uğratmışdı. 1472-ci ildə isə Venesiya ilə Osmanlı əleyhinə hərbi ittifaq qurmuşdu. Bu hərbi ittifaqda əsas məqsəd deməli, odlu silahlar əldə etmək Avropadan və artilleriya mütəxəssisləri çağırmaq idi. Lakin Venesiya verdiyi vədlərə əməl eləmir. Ağqoyunluların belə bir təşəbbüsünün olduğunu Osmanlıya gizli danışıqlar nəticəsində bildirir və Ağqoyunlu ilə Osmanlını qarşı-qarşıya qoyur. Və 1472-ci ildə Beyşəhər döyüşünün baş verməsi ilə 1461-ci ildə imzalanan sülhün şərtləri pozulur. Ağqoyunlu Osmanlı müharibələrinin ikinci mərhələsi başlayır. Beyşəhər döyüşündəki məğlubiyyətdən sonra Həsən Padşahın qüvvələri 1473-cü ildə Malatya döyüşündə Osmanlı qüvvələrini darmadağın eləyir. Lakin Həsən Padşahın gec addım atması Fatih Sultan Mehmedin çevik addımları nəticəsində bu döyüşdən təqribən 10 gün sonra avqustun 11-də 1473-cü ildə Otluqbeli döyüşündə isə Osmanlılar bu dəfə Ağqoyunlu qüvvələrinə qalib gəlirlər. Beləliklə də Fatih Sultan Mehmed iki döyüşdə, Uzun Həsənin qüvvələri isə digər iki döyüşdə qalib gəlməsinə baxmayaraq, hər iki dövlət üçün bu müharibələrin nəticəsi olmur. Fatih Sultan Mehmedin Azərbaycan torpaqlarını ələ keçirmək planı puça çıxır. Və bundan sonra Osmanlı ilə artıq sülh şəraitində yaşayırlar. İstər Uzun Həsənin hakimiyyətinin digər dövrlərində, istərsə də haqqında indi danışacağım bütün hökmdarların dövründə sülh şəraitində yaşayıbdı Osmanlı ilə Ağqoyunlular. Qeyd edeyim ki, 1474-cü ildə isə bu hadisədən sonra oğlu Uğurlu Məhəmməd Həsən Padşaha qarşı üsyan qaldırır, qiyam qaldırır. Qiyamın yatırılmasından sonra Uğurlu Məhəmməd Fatih Sultan Mehmedin sarayına sığınmışdı. Hətta onun qızı ilə ailə həyatı qurmuşdu və 1475-ci ildə isə Moskva knyazlığı deməli Uzun Həsənlə əlaqə yaratmağa cəhd göstərir. 3-cü İvan Ağqoyunlu sarayına elçilik heyəti göndərir. Məqsədləri Ağqoyunlu ilə ticarət əlaqələrini tənzimləmək idi və Qızıl Ordu dövlətinə qarşı Ağqoyunluların gücündən istifadə eləmək idi. Onları müttəfiq kimi görürdü Rus knyazlığı. Lakin Həsən Padşah isə elçiyə cavabında bildirir ki, artıq sizdən əvvəl Qızıl Ordu bizim dövlətlə əlaqə saxlayıbdı və mən onlara söz vermişəm ki, Qızıl Ordu dövlətinin cənub sərhədlərini pozmayacağam və 3-cü İvanın elçilik cəhdi uğursuz olur. Və buradan da belə bir qənaətə gələ bilərik ki, Ağqoyunlu dövləti istər Qızıl Ordu ilə, istər Moskva knyazlığı ilə diplomatik əlaqələr saxlayıbdı. Ümumilikdə diplomatik əlaqələrə gəldikdə isə nəinki Avropa dövlətlərindən Venesiya ilə, müqəddəs Roma ilə, Roma papası ilə, Neapolla, Kritlə, Rodosla, Macarlarla, ümumilikdə Avropanın onlarla dövləti ilə diplomatik əlaqələr saxlayan Uzun Həsən Azərbaycan tarixində Avropa dövlətləri ilə ilk dəfə bax bu formada geniş şəkildə diplomatik əlaqələr saxlayan bir hökmdar kimi adını tarixə yazdırmışdı. Həmçinin qeyd edə bilərəm ki, 1477-ci ildə Şərqi Gürcüstanı tabe edir, Tiflisdə daxil olmaqla 6-cı Baqratla imzalanan sülh müqaviləsinin şərtlərinə görə. Daxili siyasətinə gəldikdə isə qanunnamə qəbul eləmişdi. Həsən Padşah vergiləri nizama salmaq üçün, özbaşınalığa son qoymaq üçün mal cəhəti məhsulun 1/5 kimi təyin eləyir. Hətta tamğa vergisini ləğv eləməyə cəhd göstərir, lakin bu cəhd uğursuz adlanır. Qeysəriyyə bazarı onun dövründə Təbrizdə inşa olunubdu. Həsən Padşah camisi onun dövründə inşa olunubdu. Oğuzların siyasi tarixinə dair əsər yazdırılması barəsində onun bir sifarişi olmuşdu tarixçilərə və müqəddəs kitab Qurani Kərimin də türkçəyə tərcümə olunması Həsən Padşahın adı ilə bağlıdır ki, bunu biz Qaraqoyunlu Qara Yusifdə də görmüşdük. O da Qurani Kərimi türkçəyə tərcümə elətdirmişdi. Onun vəfatından sonra 1478-90-cı illərdə hakimiyyətdə Yaqub Padşah olur. Yaqub Padşahın dövründə Osmanlı ilə dostluq münasibətləri, Şirvanşahlarla dostluq münasibətləri davam elətdirilir. Hətta Şirvanşahlarla qohum olur. Onun dövrü durğunluq dövrü kimi səciyyələnir. Mərkəzi hakimiyyətə qarşı qalxan çıxış və qiyamları yatızdırmaqla məşğul olur. Və qeyd edə bilərəm ki, qohumları olan Şirvanşahlarla birgə 1488-ci ildə Şahdağ döyüşündə
Səfəvilərin nümayəndəsi Şeyx Heydəri məğlubiyyətə uğratmışdılar. Baxmayaraq ki, atası Uzun Həsən Səfəvilərin Ərdəbil hakimliyi ilə qohumluq münasibətləri qurur, müttəfiqlik münasibətləri qurur. Amma Yaqub Padşah xarici siyasətdə ondan fərqli olaraq Osmanlı ilə də deməli dost olmuşdu və Həsəndən fərqli olaraq Səfəvilərin Ərdəbil hakimliyi ilə isə düşmən olur və onlarla mübarizə aparır. Deməli bax bu döyüşdə. Baysunqurun dövrünə gəldikdə isə Baysunqur cəmi 2 il hakimiyyətdə olmuşdu. 1490-92-ci illərdə Bərdə döyüşü ilə hakimiyyətdən devrilir. Ondan sonra hakimiyyətə Rüstəm Mirzə gəlir. Rüstəm Mirzə Ağqoyunlu tarixində daha çox soyurqal paylayan bir hökmdar kimi yadda qalmışdır ki, o Yaqubdan fərqli olaraq Səfəvilərin Ərdəbil hakimliyi ilə münasibətləri yaxşılaşdırmağa cəhd göstərmiş. Hətta Səfəvi Sultan Əlini həbsdən azad etdirmiş, lakin onun nüfuzunun güclənməsindən narahat olduqdan sonra 1494-cü ildə Şəməsi döyüşündə onu məğlubiyyətə uğratmışdı. Özü Bərdə döyüşü ilə hakimiyyətə gəlmişdir Rüstəm Mirzə, Baysunquru devirərək və 1496-cı ildə də Naxçıvan döyüşündə hakimiyyətdən devrilir, hakimiyyətə Göydəy Əhməd gəlir. Deməli, Rüstəm Mirzənin dövründə baş verən Naxçıvan döyüşü də, Baysunqurun dövründə baş verən Bərdə döyüşü də Ağqoyunluların mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda apardığı döyüşlərdir. Göydəy Əhmədin dövrünə gəldikdə isə o 20-yə qədər vergini ləğv eləməyə cəhd göstərir. Şəriətdə olmayan 20-yə qədər verginin ləğvi haqqında fərman verir. Soyurqal torpaqlarını məhdudlaşdırmağa çalışır. Lakin bu cəhdləri istənilən nəticəni vermir. Göydəy Əhməd çox qısa bir müddət hakimiyyətdə qalır. Ondan sonra hakimiyyətə Murad Mirzə gəlir. Murad Mirzə 1497-ci ildə hakimiyyətə gəlsə də, əmisi oğlu hakimiyyət uğrunda mübarizəyə başlayır Əlvənd Mirzə. Nəticədə 1500-cü ildə Ağqoyunlu dövləti 2 hissəyə parçalanır, 2 əmioğlu arasında və dövlətin parçalanması dövlətin tənəzzülünü zəiflədir. Ağqoyunlu dövlətinin birinci qoluna 1501-ci ildə Şeyx İsmayıl, yəni İsmayıl şeyxlik dövründə, hələ hökmdar olmamışdan əvvəl Şərur döyüşündə son qoyur. Şərur döyüşü ilə 1503-cü ildə də Almabulağı döyüşündə Murad Mirzə hakimiyyətdən devrilir, hakimiyyətinə son qoyulur. Şah İsmayıl ona qalib gəlir və bununla da Ağqoyunlu dövləti süquta uğrayır. 15-ci əsrdəki idarəçilik və digər məsələlərdən məlumat verim sizə. Belə ki, bu dövrdə dövləti hər iki dövlətdə, Qaraqoyunda da, Ağqoyunda da dövləti şah idarə edirdi, qeyri-məhdud hakimiyyətə malik idi. İkinci şəxs Əmir Əl-Ümarə idi. Başkomandan hesab olunurdu, ordunun başkomandanı idi, nüfuzlu şəxslərdən təyin olunurdu şahın əmri ilə. Üçüncü şəxs Sədrəzəm idi, bu dini rəhbəri idi. Sədrəzəm testlərdə qarşınıza sədr də çıxa bilər, mövlanə də çıxa bilər. Yəni sədr, sədrəzəm, mövlanə üçü də eyni anlayışdır. Dini idarələrə rəhbərlik eləyir, vəqfdən gələn gəlirlərə nəzarət eləyir. Dini rəhbərdir, dövlətdə üçüncü şəxsdir. Dövlətdə dördüncü şəxs isə vəzirdir, mədaxilə, məxaricə nəzarət eləyir, xarici dövlətlərlə əlaqələr saxlayır. Və dövlətdə Ali Divanın rəhbəri də vəzir idi. Ali Divan nədir? Qeyd edeyim ki, 15-ci əsrdə 2 dənə məşvərətçi orqan var. Söz sahibi, qanunverici şəxs hökmdarın özüdür. Lakin ona məsləhət vermək üçün 2 dənə məşvərətçi orqan var. Məsləhətçi orqan yəni. Biri Ali Divandır, bu rəhbəri vəzirdir, biri də Çənqaşdır. Çənqaş qapalı məşvərətçi orqandır. Çənqaşda əsasən müharibə, sülh, taxt-tac məsələləri müzakirə olunurdu. Çənqaş və ya Gənaş kimi də çıxır. Gənəş kimi də çıxır, deməli testlərdə qarşınıza. Torpaq növlərinə gəldikdə əvvəlki kimi yenə divan dövlət torpağı kimi öz funksionallığını qoruyur. Mülk irsi torpaq növüdür. Xasiyə gəldikdə, xasiyə bu dövrdə xalisə və ya xasisə eyni anlayışdır. Necə ki, Monqolların dövründə incu var idi. Yəni ki, nədir? Hökmdar ailəsinə məxsus torpaqdır. Soyurqal xidmətə görə verilir. Deməli, 15-ci əsrdə xidmətə görə paylanan soyurqaldır. Soyurqal barəsində biraz sizə məlumat verim. Soyurqal da iqta kimi hərbi xidmətə görə verilir. Amma iqtadan fərqi odur ki, soyurqalın sahibi nə dövlətə vergi ödəmir, nə də ki, soyurqal şərti deyil, irsi keçirdi. Yəni, xidmət müqabilində dövlət hərbiçiyə və yaxud da ki, hansısa bir məmura torpaq sahəsi paylayır, buna soyurqal deyir və həmin o torpaq sahibi dövlətə vergi ödəmir bunun qarşılığında və torpağa birdəfəlik sahib olur. Bu isə dövlətlərin mərkəzləşməsinə və güclənməsinə mane olurdu. İstər Qaraqoyunlu Qara Yusif, istər Ağqoyunlu Həsən Padşah soyurqal torpaqlarını məhdudlaşdırmaq istəsə də buna nail ola bilməmişdilər. Ona görə də nə Ağqoyunlu, nə də Qaraqoyunlu
heç vaxt mərkəzləşdirilmiş dövlətə çevrilə bilmirlər. Bax, bu torpağa görə. Vergilərə gəldikdə, bu dövrdə əsas məhsul vergisi malcəhətdir. Malcəhət 19-cu əsrdə də Azərbaycanda mövcudluğunu qoruyub saxlayır feodalizm dövrünün son mərhələsinə qədər. Bəhrə bu dövrdə su vergisidir. Hansı ki, bu da sonrakı tarixlərdə adından bəhs elətdirəcək bir vergidir. Çoban bəy otlaqlardan istifadəyə görə alınır. Cizyə Ərəb xilafət dövründən etibarən yenə də öz funksionallığını qoruyub saxlayıbdır. Can vergisidir. Yenə Monqolların dövründən o toplanan tamğa vergisi bu dövrdə də var. Hansı ki, tamğanı dedik, Həsən Padşah ləğv eləmək istəyir, lakin baş tutmur. Bir məsələni qeyd edeyim ki, bu dövrdə xristianları itaətdə saxlamaq üçün din adamları, ermənilər, gürcülər, hansı ki, kilsənin nümayəndələri vergidən azad idilər. Və Bakı artıq bu dövrdən etibarən əsas liman şəhərinə çevrilir. Mədəni həyatına gəldikdə isə hökmdarların hansı abidələr inşa edildiyini dedim, amma bir dəfə də burada ümumi üzərindən keçək. Bakıda Şirvanşahlar Saray kompleksini deyə bilərik. Qeysəriyyə bazarını deyə bilərik, 15-ci əsrə aid Təbrizdə inşa olunan Həsən Padşah məscidini deyə bilərik. 1465-ci ildə Qaraqoyunlu Cahan Şahın əmri ilə istifadəyə verilən Təbrizdəki Göy məscidi və 1483-cü ildə Təbrizdə istifadəyə verilən 8-5 saray kompleksini qeyd edə bilərəm. Bu dərsimizin yekununa gəldik. Növbəti dərsdən etibarən yenə də istər Azərbaycan, istər ümumi tarixdən həftənin 1-ci, 3-cü, 5-ci günləri axşam 19:00-da yeni dərs izahlarımız olacaq. Sizlər də həmən izahdan xəbərdar olmaq üçün kanalımıza abunə olub bildirimləri açmağı unutmayın. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.